Hər adamın bütçəsi çatmaz ki, bu gözəl yerdə torpaq alsın, ev alsın. Çox gözəl yerdədir, amma qiyməti biraz təcili olaraq endirilib. Ucuz qiymətə deyilir dostlar. 2 mərtəbədir, 5 otaqdır. Qapıya kimi görürsünüz, asfalt yol, magistral yola yaxın. Ünvanı və qiyməti videonun sonunda deyəcəm sizlərə. Evin qabağında belə ekrandır. Ağacları var. Baxın, burada da ağacları var. Özə görürsünüz məsafəni yerdən hündürdür. Düzdür, asfalt yoldur, amma yoldan hündürdür yenə də. Ki, belə yağışlar yağanda su gəlsin, belə məsəl üçün olan sular ancaq belə görsənsin, burada qalsın, çıxmasın evin həyətinə. Pultla açılıb bağlanan darvazası. Bu ekranın axşamla gəlsiz işığı yanır, belə maraqlı görsənir. Ağaclar əkilib burada. Burada da ağaclar var. Burada da ekran var. Qazın, işığın sayğacları yerindədir. Baxın dostlar. Evdə bu. Yenə deyirəm, 2 mərtəbədir, 5 otaqdır. 1 ilə 2-ci mərtəbənin arası beton monolitdir. Qapını bağlayaq. Həyətində belə bisetkasını görürsünüz, yəni söhbətgahını görürsünüz. Söhbətgahın içində manqalxanası da var, yəni kababxanası da var. Burada da əkin əkmək üçün yer saxlanılıb, gördüyünüz kimi. Baxın, burada da var bir dənə qəşəng dekorativini ən bahalı ağacdan qoyub. Yəni həyətə, evə vid verə bilərsiniz. Evin arxasına keçmək üçün sağ tərəfdən yer saxlanılıb. Evin özü yerdən kürsülüdür, qoşağı daşla dikilib. Pəncərlər şəbəkədir, panoramadır. Kommunallara heç nə demirəm. İnternet xətti, kamera sistemi, hər bir şey var. 1-ci mərtəbə ofisli poldur. Baxın, demək gəlirik bura. Bura mətbəxdir. Gördüyünüz kimi. Bura mətbəxtidir. Birbaşa keçək zala. Bura zalıdır. Yenə deyirəm dostlar, evin 1-ci mərtəbəsi ofisli poldur. Gəlirik bura. Burada da bir dənə yataq otağı var. Lampiska xarab olub, işıq yanmır. Pləkandır, 2-ci mərtəbəyə qalxmaq üçün. Pləkanın altı buradan başlayır. Bura kimi, nəsə istəsəz yığa bilərsiniz. Bura hamam tualetdir. Keçir 2-ci mərtəbəni də göstərim sizə. Baxın dostlar, burada 2-ci mərtəbənin koridorudur. Burada hamam, tualetdir. Burada bir dənə yataq otağıdır. Yataq otağının içində hamam, tualeti var. Belə yataq otağıdır. Burada da bir dənə yataq otağı var. Baxın. Burada da bir dənə yataq otağı var. Belə. Məhəllədəki super məhəllədir. Köhnə məhəllələrindəndir. Balkonu da göstərim sizə. Otaqların hamısı genişdir dostlar. Burada baxın, burada evin geniş balkonu, böyük balkon böyüdür. Yayda oturmağa, çay içməyə zada belə maraqlıdır. Baxın, o belə. Dama çıxmaq üçün də yer var. Dostlar, ev 2 mərtəbədir, gördüyünüz kimi 5 otaqdır. Sənədi paket qupçadır. Qapıya kimi asfalt yoldur. Magistral yola yaxındır. Bir sözlə əla evdir. Qiyməti səhv eləmirəmsə, kimə tam dəqiq qiymət lazım olsa zəng eləyər. Birbaşa zəng eləyərəm, ev gəlsindən qiyməti soruşaram. Məndə belə məlumatıma görə, yəni səhv eləmirəmsə qiyməti 178.000 manatdır. 178.000 manat. Amma yenə də dostlar, yenə deyirəm, kim maraqlı olsa kiməsə zəng eləsin, qiymətini birbaşa ev gəlsindən soruşum. O belə bir evdir. Ünvan da ki, Savalandadır.
Savalanın ən baqat, ən gözəl yerində. Əlaqə saxlayarsınız dostlar.